Salam dostlar. Maşınımız Çeşka W202 Kuza. Maşının problemi nədir sizə onu deyəcəm. Demək maşında zamkaniya olub. Müştəri baxın qoruyucu atırmış. Bax göstərirəm sizə bax. Bax qoruyucu atırmış. Müştəri axırda bura sim doluyub və nəticədə maşında qısa qapanma olub. Maşının iç hissəsində qısa qapanma olub. Maşının şnurları əriyib. Baxın dostlar, söhmüşük. Söhməyimizin səbəbini də sizə göstərəcəm. Demək, bax görürsünüz, bax maşının içində şnur əriyib. Tam bax bu hissədə. Bax diqqətlə görürsünüz, burada hissi görürsünüz bax. Burada alışma baş verib. İçəridən buradan şnurda əriyə gəlib. Bura qədər. Diqqətlə baxın görəsiniz bax. Görürsünüz, şnurda ərimə olub. Baxın görürsünüz, bütün şnurları belə zay eləyib. Maşında qısa qapanma olub. Səbəbi nədir? Sizə tam olaraq onu da deyəcəm. Yenə də burada səbəb usta səhlənkarlığından baş verib. Bu düzdür. Müştəridə də səhv olub. Yəni ki, qoruyucuya sim doluyub. Əslində elə olmaz. Amma işin kökü, yəni zamkaniyanın belə deyək, qısa qapanmanın baş vermə səbəbi nədir? Bax, şnurun izinə düşdük, sökə-sökə gəldik. Deməli dostlar, fikir verin. Maşında hansısa bir ustamız iş görüb. Baxın, samarezi görürsünüz. Bax, pola samarez bağlayıb. Eynən həmin samarezin biri də düşübdür. Düşüb bizdə burada şnur olan kanalın içinə. Baxın dostlar, bax, tam olaraq sizə göstərirəm, bax. Görürsünüz, bax, bu şnur burada bax. Bir neçə şnuru birləşdirib, bax, bura qədər gəlib. Zamkaniya qısa qapanma buradan baş verib. Onun da səbəbi nədir? Sizə tam olaraq onu deyəcəm. Səbəb dostlar. Baxın. Tam olaraq sizə göstərirəm. Bax, burada şurup var, bax. Görürsünüz. Bu şurup altdan bağlanıb poldan. Düşübdür bu şnurun üstünə. Bax, burada bir neçə şnuru birləşdirib. Buradan ərimə gəlir, əriyib. Baxın, bütün ayaq altı ilə olan şnur sistemin əridi. Yəni ki, iş gördürəndə diqqətli olun. Yəni bundan maşın yana da bilərdi. Bu maşın əslində tüstülüyüb maşın, yəni müştəri biraz ayıq tərpənib. Maşının klemanı aralayıb, düzdür. Amma yenə də yəni təhlükəlidir, olmaz. Bu şeylərdə diqqətli olmaq lazımdır. Və ən əsas da əgər qoruyucu atırsa, o demək deyil ki, bu qoruyucu ya zəifdir, ya qoruyucunun böyüyün qoymaq olar. Yəni hər qoruyucu öz gücünə görədir. Yəni bu yanlışdır da. Bura sim dolamaq bu yanlış bir şeydir. Yəni bu olmaz. Bu qoruyucu atırsa, mən bura sim dolayacağam, bu atmayacaq, elə bir şey yoxdur. Demək ki, bunun səbəbi var. Yəni ki, öz başına yəni bu belə iş görmək olmaz. Bunu hökmən ustaya göstərmək lazımdır. Məsələn, bilənlərə məsləhət eləmək lazımdır. Yəni belə bax, maşının yanma səbəbləri bax bu şeylərdən yanır. Bax belə şeylərdən yanır. Yəni ki, demək istədiyim odur ki, yəni bu şeylərdə çox diqqətli olmaq lazımdır. Adi bir qoruyucu deyib keçmək olmaz. Adi bir qoruyucudan belə bir maşın yana bilər. Diqqətinizə görə sağ olun.